Dostlar, diqqətlə baxın, Samsung 9 kiloluq paltaryan satılır. Deməli, bu paltaryanın tarixçəsini danışıram. Satılma səbəbi nədir? Yiyəsinin pulu çoxdur, özünə bir dənə böyük boş alıb, bunu da satır. Deyir, bunu işlətdim, 3-4 il, bəsimdir. 3-4 il, 5 il maşın işləyib də heç bir problemi yoxdur. Səssiz, səmirsiz işləyir, 9 kiloqramlıqdır. Kim ki lazımdır, böyük kiloqram istəyir, onlar ala bilər. Yəni bu paltaryana baxanda bilirsən də bunun qiyməti nədir. Yəni sən girən şey olsa bura gir, girməyən şey olsa girmə. Yəni 200 manatı axtaranlar bu modellə maraqlanmasınlar. Bunun özünün xüsusi qiyməti var. Yəni 9 kiloqram özü də orijinal 9. Bax 9 var, bu boydadır. Satırlar mağazalarda. Ay usta, biz 9 kiloqramlıq görmüşük, bu qiymətə olan yarısı boydadır. Bu gör nə boydadır. Bu boyda 9 kiloqramlıq sən heç indi axtarsan tapa bilməzsən. Çünki orijinal 9-dur bu. İndiki 9'lar bunun kimi deyil. İndiki 13 kiloluqların barabanı bunun boydadır. Bildiniz nə demək istəyirəm? Fərq buradadır. Orijinal və köhnə model olmağından. O qədər də köhnə deyil. Yəni indiki təzə çıxan modelə baxanda köhnədir. 4-5 ilin modelidir. Yəni baxın. İndikilərdən nəyi fərqlənir? Heç bir şey. Hər bir proqramı da var, hər bir şeyi də var. Ekranı var, səssiz işləyən modeldir, əsas odur. Digital inverterdir. Kim istəsə götürüb işlədə bilər. Buyurun zəng edin, nömrə səhifədə var. Təmirlə də bağlı kimin nə sual var? Paltaryan təmirinə də baxırıq. Bu paltaryanı da elə bizi tanıyan adam müraciət edir ki, belə bir paltaryan var, satıram. Dediyimi götürüb sata bilərik, problem yox. Ona görə gətirmişik servisimizə, satışa qoyulub artıq. Heç bir problemi yoxdur. Çatdırılma, quraşdırmağa pulsuz edəcəm bunu alana.